İnsan gələcəklə birtəhər başa çıxır. Çünki o müəmmadır. Amma keçmiş iz qoyubsa insanın qəlbində, o zamanla yaraya çevrilər. İstəsən də, istəməsən də. Mənim əlimdəki şəkillər keçmişin izləridir. Silinməz. Sadəcə bir gülüş xatırlayıram. Mərhəmətli qollarda. Və bir baxış xatırlayıram. Anamın şəfqətli gözlərində. Və bir duruş xatırlayıram. Arxamda söykəndiyim bir çınar ağacı kimi. Amma bilmədiyim bir şey var. Bütün bunlara layiq mıydım? Bilmirəm. Hər kəsin həyatı sıfır nöqtəsində başlayır. Sıfır. Sükutun içində bir səs kimi. Nə keçmiş var, nə də gələcək. Sadəcə bu an və seçimlərin. Amma insanlar fərqlənər bir-birindən. Baxışları, anlayışları fərqli olar. Mən Məlik. Mən də fərqliyəm. Yenə eyni düşüncələr, daha yaradıcı olmanı gözləyərdi. Sən kimsən? Məni boş ver. Əsas sən kimsən? Doğrudan da bu qədər zəifsən? Hər dəfə yandığımda bir parçam kül olur. Mən tükənmişəm. İçimdəki səs də, güc də artıq bitib. Başa düşmürsən. Anlamırsan. Hələ tam olaraq yanmamsan. Hələ tam olaraq sınanmamsan. Əkizin baxışları xatırlatdı Məliyə. Necə ayağa qalxdığını, necə yeridiyini. Sonra ağzından bu kəlmələr töküldü. O vaxt fərqli idi. O vaxt hələ içimdə işıq var idi. İndi yalnız kölgələr var. Hər addımda özümdən daha da uzaqlaşıram. İşıq hələ də oradadır. Sadəcə sən gözlərini bağlamısan. Yetər artıq Məlik. Aç gözlərini. Anla həqiqəti. Anla. Anla ki, yaşaya biləsən. Həqiqət hər zaman aydın görünmür. Bəzən onu yalnız aynada görə bilərsən. Aynaya baxmaq cəsarət tələb edir. Keçmişin izlərini, gələcəyin ümidini orada görəcəksən. Qorxma, sən güclüsən və unutma, sıfır nöqtəsi bir son deyil, yeni bir başlanğıcdır.